Bəziləri oyanıb halallıq alıb, rəşə qardaş, vallahi bu peşman ol, qayıdıb, indi nələr gördüm deyir. Hə, əmin. Hə. Bəziləri indi qalıblar oradadılar, bilmirlər neynəsilər, indi aydındır, biz hamısını tanıyırıq, hamısını. Yəni, deyim ki, belə yox, hamısını tanıyırıq. Təklikdə salam. Elhamdülillah. Qardaş, o danış da bunu da, qardaş budur da. Təklikdə səhədə qulaq asırlar. Vallahi billahi. Qardaşlardan biri, indi deyəsən demişəm bunu bir neçə dəfə, gidib bazarda, ad çəkmirəm haradan, necəncə sırada azad, belə demirəm də, yəni, girib o təbliğ eləyənlər var bizi, yəni görməyə gözləri yoxdur da, yəni. Çatana deyir ki, rəşədə qulaq asmaq olmaz. Çatana deyir, əzələsidir axı bizdən. Çatana deyir, rəşədə qulaq asmaq olmaz, rəşədə qulaq asmaq olmaz. Qardaş deyir, belə qəflətən girdim, yəni gördüm ki, biri bizim Şahinə qulaq asır qardaşımız Abu Zeyd. Bir də sənə qulaq asır. Bizi görən kimi söndürdü deyir. Sən demə, bunlar elə bütün gün Abu Zeydə qulaq asırlar. Bütün gün mənə qulaq asırlar, demirəm, mən ümumiyyətlə indi söz ibrət baxımından deyirəm, Allah şahid. Yəni, elələri çoxdur, yəni sən deyən kimi. Təklikdə qulaq da asır sənə, faydalanır da sənə. Belə %10 zələsidir səndən. O, ən çox bizə qulaq asan say var, orada, baxır say. Olardı, yəni. Olardı. Təklikdə qalanda and içə bilməzlər Allaha ki, mən deyiləm, yəni, sənsən. Belə, gedişat ora aparıb da, qardaşım, gedişat aparıb ora ki, indi bu səndən zəhləm gedir. O şeyxin sözünü qulaq asan var, şeyxin sözünü yüzdə qulaq asırlar. Salam vermək filanca, salam, bunlar hamısı boş söhbətlərdir hamısı, qardaş. Biz yaxşı tanıyırıq, kim kimdir, kim nəsil, şeyx kimdir, o birisi kimdir, o birisi kimdir, kim neyindir, nə oyunlardan çıxır. Başa sala bildim. Allah o qardaşlarımızı islah eləsin, Allah hidayət eləsin. Allah hidayət eləsin, nə qədər qayıdıblar.